fx bərabərdir x kvadratı plus 4x plus 3 bərabərdir x kvadratı plus x. Bizə deyir ki, bu funksiyanın n1,5 nöqtəsindən keçən ibtidai funksiyasını tapaq. Deyir ki, birinci nə edəcək uşaqlar? Danışın, bilirsiniz, danışın. Birinci sadələşdirəcək. Bəli. Ben bir Necə köşe sadələşdirəcək? menfi bir Məxrəci menfi necə? Kökləri mənfi 1, mənfi 3'dür. Yəni x minus 1, X minus 1, x plus 3. x plus 3. Bu cür şəkildə olur. Dəqiq. Məncə x plus 1, x minus 3 olur axı. İkisi de plus olur. İkisi de plus olur. Ne plus olur? Bax, sizə güvənib yazdırmağa. Qoyun bir dənə beynimdə həll edeyim. Toplayanda mənfi 4, sonunda 3. Hə, düzdür. Mənfi 1 ilə mənfi 3'dür. Düzdür. X kvadratı plus x'dən x çıxır mötərizə karisinə qaldı. Burada x plus 1. X plus 1'lər getdi ixtisar. Nə qaldı uşaqlar onda burada? Qaldı x plus 3 böl 3. Böl x, hə Osman? Bəli. İndi burada x plus 3 böl x'i necə göstərərik? Bunu göstərərik x-də x X böl plus. x, 3 böl x. Aha, 3 böl x kimi. Bəli. X böl x bizə 1 verir. Bu da üstə gəl 3 vurulsun 1 böl x. Düzdür? İndi biz nə edirik uşaqlar? Biz bunları deməli x böl x üstə gəl 3 vurulsun 1 böl x. Bunu necə göstərəcək? Deməli bu 1'in ibtidai funksiyası nədir? X-dir. 3 vurulsun 1 böl x-in ibtidai funksiyası nədir dedik? ln x. Düzdür? Üstə gəl c. Deyir indi burada bizə m1,5 nöqtəsindən keçən. Nə deyir burada bizə? m1,5 nöqtəsindən keçən. Yəni bu x-dir, bu da fx-dir. Düzdür? Yəni x-lərə 1 qoyuruq. 1 üstə gəl 3 vurulsun ln 1. Üstə gəl c bərabərdir 5'ə. Loqaritma istənilən əsasdan dedik bizə 1 nə verirdi? 0 verirdi. Düzdür? Onda aldıq biz burada nə? Bu cavab oldu artıq 0. Qaldı c bərabərdir 5'dən 1'i çıxdım 4. c-yə 4 tapdım. İndi quraq bizdən istədiyini, yəni ibtidai funksiyasını yazaq. fx bərabərdir nə aldıq buradan? X üstə gəl. 3 ln x plus c-ni də yerinə tapdıq, 5'i qoyduq və cavabımız budur. Anladınız uşaqlar? Yadınızda qaldı? Tam həlli. C4'dür ben. Evet, C4'dür. 4'dür, mən 5 yazmışam ama. 4 tapıb 5 yazmışam. Təşəkkür edirəm.